Salam əziz şagirdlərimiz, zamanlar bölməsi ilə davam edirik. İndi isə the continuous tenses, yəni davam edici zamanlarla bölməmizi, zamanlar bölməsinə davam elətdiririk. Deməli, present continuous tense form, yəni indiki davam edici zaman. Nə deməkdir indiki davam edici zaman? Hal-hazırda göz qabağında baş verən hərəkətləri göstərir və düzəlmə qaydasına şəkilçi olaraq ır, ir, ur. İndi oxuyur, indi yazır, indi oynayır, indi yatır kimi tərcüməni verir şəkilçilər. Düzəlmə qaydası feil to be-nin formaları am, is, are və feilin sonuna ing şəkilçisini artırmaqla düzəldəcəyik. Yəni to be-nin indiki zaman forması am, is, are və feilimizin sonuna ing şəkilçisini artırmaqla present continuous tense formu düzəldirik. For example, burada nümunə olaraq veribdir. She is going və yaxud da deyirəm ki they are sleeping. They are sleeping. Neynirik? To be-nin forması. Mübtədaya görə to be-nin formasını seçirik. Feilimizin sonuna ing şəkilçisini artırmaqla düzəldirik. Yəni buradakı ır şəkilçisini bu ikisi bir yerdə set şəklində, belə deyək də, ikisi bir yerdə set şəklində davam edici zamanı bildirir. To be-ni işlətməli isə birbaşa feil ing ilə işlənməz və yaxud da ing olmazsa to be sadə formada feil işlədə bilmərik cümlədə. Bura diqqətli oluruq. Sual və inkar cümlələrini düzəltdiyimiz zaman çox sadədir. Yəni ümumiyyətlə yadınızda saxlayın ki, cümlədə to be-nin formaları varsa, am, is, are, was, were, shall, will, bunlar varsa sual inkar cümlələrini elə bunların özü ilə düzəldirik. Yəni baxın burada təsdiq cümlədə she is going veribdir. Sualda neynir? Is-i keçirdibdir mübtədanın qarşısına, amma ing şəkilçisi də yerində durur. Negativdə, yəni inkar cümlədə isə is not-dan, yəni to be-dən sonra not inkar hissəciyini artıraraq inkar formamızı düzəldirik. Zaman zərflərimiz əsas lazım olan bizə zaman zərflərimizdə. Zaman zərflərimiz hansılardır? Now, indi, today, bugün, at the moment, at present, hal-hazırda, bu dəqiqə, just now, right now, elə indicə, bu dəqiqəcə, still, hələ də. Burada stillin cümlədə feilin qarşısında işlənir. Yəni, nə demək istəyirik burada? Bu zaman zərflərimiz, bunlar əsasən cümlənin sonunda işlədilir. Əsasən cümlənin sonunda işlədilir, amma still isə feilin qarşısında işlədilir. Yəni now'dur, at the moment, today, bunları cümlənin ortasına sala bilmərəm, amma still cümlənin ortasında, yəni feilin qarşısında işlədə bilirik. Daha doğrusu işlədirik. Sonra əmr cümlələrini davam edici zamanla götürür. Bundan əlavə, baxın burada look, listen, don't make noise. Look, baxın burada look, don't make a noise, listen və s. kimi bu tipli əmr cümlələrinin davamı present continuous, yəni indiki davam edici zaman götürülür. Yəni bax, yağış yağır, don't make a noise, səs salma, uşaq yatır. Qulaq as, somebody is singing, kimsə mahnı oxuyur və s. kimi əmr cümlələri, nida cümlələri cümlə özündən sonra present continuous'u gətirir. İndiki davam edici zaman nə oldu? Hal-hazırda baş verən hərəkətləri göstərdi və cümlə quruluşumuz mübtədaya görə to be-nin formalarından am, is, are seçirik və feilimizin sonuna ing şəkilçisini artırmaqla düzəldirik. Zaman zərflərini tanıdıq. Sual inkar cümləsi dedik ki, to be-nin forması qarşıya keçir sualda. İnkarda isə to be-dən sonra not inkar hissəciyi artıraraq düzəldirik. Keçdik past continuous-a. Past continuous tense form keçmiş davam edici zaman. Keçmiş davam edici zaman isə cümlədə ırdı-irdi kimi tərcümə olunur.
düzəlmə qaydası to be'nin keçmiş zaman forması was were və feilin sonuna ing şəkilçisini artırmaqla düzəldirik. For example, burada nümunə olaraq veribdir. Gəlin nümunəyə baxaq. She was going. Baxın, was going. Sual cümləsində yenə təkrar olaraq deyirəm ki, to be'nin forması varsa sualda to be'nin formasını mübtədanın qarşısına keçirdik. İnkarda isə not inkar hissəciyini artıraraq düzəldirik. Zaman zərflərimiz at that time yesterday, at 5 o'clock yesterday, before yesterday, all day, the whole day, all day long, still, hələ də və s. Bunlar bizim olacaq keçmiş zamanın zaman zərfləri. Bir şey deyək ki, baxın burada da bunu qeyd olaraq verilibdir. Əgər testdə yesterday tək verilirsə, yəni bu past simple'dır. Əgər yesterday'nin qabağında vaxt verilirsə, bu past continuous'dur. Məsələn, nümunəni burada veribdir. Nümunəyə baxaq. Nümunə verilibdir. Gəlin nümunəyə baxaq. Baxın burada yesterday verilibsə fiilin played keçmiş zamanda. Amma yesterday'nin qabağında bir zaman göstəricisi varsa, o zaman bizim cümləmiz keçmiş davam edici zamanda olacaq. Buna diqqətli olun. Bu sizə testləri seçməkdə kömək eləyə bilər. Sonra till, until, as soon as kimi bağlayıcılar sadə zamanla işlənir. Bu bağlayıcılar keçmiş davam edici zamanda işlənmir. Yəni nə deməkdir bu? Bu o deməkdir ki, biz artıq keçən dərslərimizdə öyrənmişdik ki, bağlayıcılar hansı bağlayıcılardır? Till, until, as soon as, when, daha sonra bunlar while, bunlar özlərindən sonra əsasən gətirir keçmiş davam edici zamanı. While'ı buradan çıxıram. Keçmiş davam edici zamanı digər tərəfdə keçmiş sadə ilə və yaxud da keçmiş bitmişlə uzlaşa bilir. Keçirik buradan when and while'ın işlədilməsinə. Demək, when and and deməkdir. While isə arkan ərkən deməkdir. While özündən sonra əsasən davam edici zamanı gətirir. Baxın, burada keçmiş davam edici when veribdir ortada və özündən sonra keçmiş sadəni gətirib. Digər tərəfdə keçmiş davam edici zamandır. Keçmiş sadə gəlibdir, when'i ortada gətirib keçmiş davam edici zamanı verir. Keçmiş sadə while, keçmiş davam edici və yaxud da while, keçmiş davam edici, keçmiş davam edicisi formada işlənir. Nə deməkdir? Gəlin bunu tam olaraq açıq formada deyim. Yəni, when özündən sonra sadə zamanı gətirdiyi zaman, digər tərəfdə, daha doğrusu keçmiş sadə zamanı, yəni past simple gətirdiyi zaman, digər tərəfdə past simple-la uzlaşa bilir. Ya da when özündən sonra həmişə sadəni gətirir, digər tərəfdə verə bilərəm, when burada keçmiş sadə, digər tərəfdə keçmiş davam edicini verə bilərəm. Bir dəqiqə bunu tam açıq şəkildə verim. Gəlin tam açıq şəkildə verək burada. Aha, baxın burada when-i veribdir. When özündən sonra bilirik ki, hər zaman keçmiş sadəni gətirir. Düzdür, davam edicini də gətirə bilir, amma əsasən keçmiş sadəni gətirir. Yəni past simple-ı gətirir. Past simple-ı gətirdiyi zaman bu digər tərəf past continuous olacaq. Nə dedik? Keçmiş zaman keçmişə aid bir zamanla uzlaşır. When-in bu tərəfində keçmiş zamandırsa, digər tərəf past continuous, yəni keçmiş davam edici zaman olacaq. Və yaxud da when-in bu tərəfi keçmiş sadədir, digər tərəfdə keçmiş sadə zaman ola bilər. Baxaq, buradan keçmiş sadə zaman ola bilər. Yəni keçmiş sadə ilə uzlaşa bilər. Sonra baxın, when özündən sonra past continuous-u, keçmiş davam edici zamanı bəzən gətirsə də gətirir, keçmiş davam edici zamanı gətirir. Keçmiş davam edici zaman gəlirsə, digər tərəf də keçmiş sadə ilə uzlaşır. While isə arkan ərkən deməkdir. Əsasən özündən sonra keçmiş davam edici zamanı gətirəcək. Diqqətlə baxın, while özündən sonra past continuous-u gətirəcək. Yəni was, were, ing-li feili gətirəcək. Bu tərəf keçmiş davam edici zamandırsa, digər tərəf ya yenə keçmiş sadə zaman, ya da keçmiş davam edici zaman olacaq. Bunu seçmək üçün biz hərəkətlərdəki
davam ediciliyə yoxsa bir anda olub bitmiş hərəkətə baxmalıyıq. Yəni hərəkətə baxmalıyıq ki, hərəkət davam etməkdə olan bir hərəkətdir, yoxsa bir anda olub bitən hərəkətdir. Nümunələrə gəlin baxaq. When father came in the... Bir dəqiqə. Aha. Baxın, when özündən sonra gətirdi keçmiş zamanı. When father came in the children were... in the burada nəysə bir söz olmalıydı, yazılmayıbdır. Bura qədər bir cümlədir. Came in ya da bir dəqiqə burada came in içəri girəndə burada cümlə dayanır. The children were watching TV. Baxın, ata içəri girəndə the children were watching TV. Uşaqlar televizora baxırdı. Yəni ata içəri girəndə uşaqların televizora baxma hərəkəti davam etməkdə idi. Ata içəri girdi. Uşaqlar atanın içəri girməmişdən qabaq da televizora baxırdı. Ata da içəri girəndə televizora baxmağa davam edirdi. Yəni, baxın, when özündən sonra gətirdi keçmişi, digər cümləmiz isə oldu keçmiş davam edici zamanda. Baxın, burada deyir, ata içəri daxil olanda uşaqlar televizora baxır, yəni hərəkət davam edir. Yəni, uşaqların televizora baxma hərəkəti davam edir. Sonra, indi burada bir dəqiqə. İkinci cümləyə baxırıq. Mother cut kəsdi, keçmiş zamandır. Her finger when she was cooking. Baxın burada when she was cooking. Burada artıq when özündən sonra davam edici, keçmiş davam edicini gətirdiyinə görə digər tərəfdə keçmiş sadəni verdi. Ana yemək bişirərkən əlini kəsdi. Baxın burada cut, kəsmək sözü bir anda olub bitmiş hərəkət olduğuna görə biz onu davam edici zamanda deyil, keçmiş sadədə verdik. Digər cümləyə baxırıq. Father was cooking in the yard while... Bir dəqiqə. Baxın burada. Father was cooking. Bax, burada while veribdir. While özündən sonra adətən keçmiş davam edici zamanı gətirəcək. While özündən sonra adətən keçmiş davam edici zamanı gətirir. Keçmiş davam edici zamandır. Digər tərəfdə də keçmiş davam edici zamandan işlədilir. Yəni while sözünün hər iki tərəfi davam edici zamanda olur adətən. Amma sadə zamanda da buranı sadə zamanda da işlədə bilərik. Bəzi feillərimiz var ki, onlar ümumiyyətlə davam edici zamanda işlədilmir. Hiss və qavrayışları ifadə edən feillərimiz var. Bu feilləri hal-hazırda görürük. Xoşlamaq, nifrət etmək, istəmək, bilmək, sevmək, görünmək, inanmaq. Davam edici zaman nə deməkdir? Burada məntiq nədən ibarətdir? Davam edici zaman hal-hazırda baş verən hərəkətləri göstərir. Bizim hiss və qavrayışlarımızı ifadə edən hərəkətlərimiz daimi baş verən hərəkətlərdir. Məsələn, mən kofeni sevirəmsə, indi sevirəm deyil, ümumiyyətlə kofeni sevirəm. Ona görə bu sadə zamandan verilir. Ya da ki, keçmişdə sevirdim deyə bilərsən, amma I am loving deyə bir cümlə qura bilmərik. Çünki indi bu dəqiqə sevirəm, 5 dəqiqədən sonra sevməyəcəm anlamına gəlmir. Məsələn, deyək ki, mən tapşırıq işləyirəm. Tapşırıq işləmək nə deməkdir? Mən hal-hazırda işləyirəm. Bitirəndən sonra artıq işləməyəcəm. Amma kofeni sevmək və yaxud da nəyəsə nifrət etmək, nəyəsə bilmək, nəyəsə istəmək, xoşlamaq və yaxud da xoşlamamaq ani bir hərəkət deyil ki, onu mən indi xoşlayıram deyim, 5 dəqiqədən sonra xoşlamıram deyə bilmirəm. Ona görə onları biz sadə zamandan ifadə eləyirik ki, bu feilləri burada görürük. Bunları mütləq əzbərləmək lazımdır. Amma bəzi feillər var ki, baxın burada görmək feili. Görmək feili iki mənada işlənir. Görmək mənasında davam edici zamanda işlədilmir. Məsələn, mən görürəm deyəndə, mən indi görürəm deməyim, birazdan görməyəcəm. Yəni, əgər gözüm görürsə, daim görür. Görürsə, demək ki, həmişə görürəm. Ona görə bunu davam edici zamanda işlədə bilmirəm. Amma bir də
görmək fiilini, yəni see fiilinin görüşmək mənası var. Görüşmək mənasını isə davam edici zamanda işlədə bilərik. Məsələn, belə bir cümlə yazaq. Bir boşluqda belə bir cümlə yazaq. Deyirəm ki, I am seeing doctor today. Baxın burada. Bugün mən doktorumla görüşürəm. Yəni today də bu gələcəklə, yaxın gələcəklə bağlı olan planımız olduğuna görə verə bilirik davam edici zamanla. I am seeing doctor today. Mən bugün doktorumla görüşürəm, həkimlə görüşəcəm. Burada nə deməkdir? Görüşmək mənasında. Bir də deyirəm ki, I see, deyək ki, everything around me. Sözü səhv yazdım, düzəldim. I see everything around me. Ətrafımda hər şeyi görürəm. Yəni biraz cümlədə, yəni məcazi mənada yazdım. Ətrafımda hər şeyi görürəm. Yəni görmə qabiliyyətim var. Baxdığım hər şeyi hər zaman görə bilirəm mənasında işlədilir. Yəni məna fərqlərinə görə davam edici zamanda işlənə də bilər, işlənməyə də bilər. Bu cümlədə I am seeing şəklində verə bilmərəm. Mən ətrafımda olan hər şeyi görürəm. İndi bu dəqiqə görürəm. 5 dəqiqədən sonra görməyəcəmmi ki, bunu davam edici zamanda verirəm. Aydın oldu. Ümid eləyirəm ki, aydındır burası davam edici zamanın. Bundan əlavə have fiilinin işlənməsi, gəlin ona aid də cümlələr verək. Have bilirik ki, iki mənada işlənir. Daha doğrusu have'in bir çox mənaları var. Amma mən onu burada iki mənada ifadə eləyəcəm. Bir, have, malik olmaq, var olmaq mənasında. Burada davam edici zamanda işlədilməyəcək. Məsələn, deyirəm ki, they have a big house. Big house. Onların böyük evi var. Yəni onlar bir evə sahibdirlər. Bu zaman I am having cümləsini qura bilmərəm. Yəni bu doğru olmaz. Mənim indi varımdır, birazdan olmayacaqmı? Varımdırsa bu daimi məndə olan bir şeydir və bunu sadə zamandan verirəm. Amma biz bir də bilirik ki, have fiili birləşmələrdə işlənə bilir. Have breakfast, have lunch, have dinner, have shower, have a good time, have a rest və s. Have-in birləşmələrini isə biz davam edici zamanda işlədə bilərik. Birləşmələrdə have-in birləşməsində have lunch, have a rest və s. Yəni çoxdur, onları sadalamıram. Məsələn, deyirəm ki, I am having dinner. Mən nahar edirəm. Yəni hal-hazırda edirəm. Burada artıq have etmək mənasındadır. Have malik olmaq mənasında deyil. Aydın oldu, ümid eləyirəm ki, bunlar. Yəni have malik olmaq mənasında davam edici zamanda işlədilməyəcək, ancaq birləşmələrdə işlədə bilərik. Sonra gələcək davam edici zamanda düzəlməsi bu şəkildədir. Biz bunları yalnız mürəkkəb cümlələrin tərkibində öyrənirik. Shall ya da will be fiilin sonunda ing şəkilçisini artırmaqla düzəldəcəyik. Bu oldu bizim continuouslarla bağlı mövzumuz. Deməli, present continuous'u öyrəndik. Am, is, are və feilimizin sonuna ing şəkilçisini artırdıq. Zaman zərflərini görürük. İndi past continuous'da isə to be'nin keçmiş zaman forması was, were-nü üstə gəlsin feilin ing-li şəklini və zaman zərflərini artıq gördük burada və qeydlərimizi apardıq. Əsasən keçmiş davam edici zamanlı when, while-da
daha çox öyrənmək lazımdır. Yəni when özündən sonra keçmiş sadəni gətirir. Digər tərəf keçmiş sadə və yaxud da keçmiş davam edici zamandır. While isə özündən sonra keçmiş davam edicinin, digər tərəf isə keçmiş davam edici və yaxud da keçmiş sadə zamanı gətirə bilər. Dedik ki, bəzi feillərimiz var ki, onlar davam edici zamanda işlədilmir. Bu feilləri hal-hazırda indi görürsünüz. Bitmiş zamanlara keçək. Bitmiş zamanlarda isə nə var burada? Bitmiş zamanlar, indiki present perfect tense form, bitmiş zaman keçmişdə baş verib, nəticəsi göz qabağında olan hərəkətləri ifadə eləyir. Və düzəlmə qaydası have, has və feili sonuna have, has, baxın burada have, has və fiilin üçüncü forması ilə düzəlir. Tərcümədə ib, mış, miş kimi göstəririk. Mübtədaya görə seçəcəyik. Yəni mübtədam təkdədirsə hasdən, cəmdədirsə have-dən istifadə eləyərək have-dən birini seçəcəyik. Verb üçümüz isə qalır. Artıq verb üçün nə demək olduğunu yəqin ki bilirik. Verb üç nə deməkdir? Fiilin üçüncü forması, yəni participle to. Bu feillər bilirik ki, məsələn deyək ki, go feilini götürək. Go sadə zamandadır. Went keçmiş zamandadır. Gone isə üçüncü formasıdır. Biz üçüncü forma dediyimiz yer buradadır. Feilləri qaydalı və qaydasız formaya bölürük. Qaydasızları cədvəl üzrə öyrənirik. Qaydalılar isə edlə düzəlir. Məsələn, watch feilini götürürük. Watch keçmişdə olacaq watched. Watched. Və üçüncü formasında da watched formasında, yəni watched olacaq. Edlə düzələn feillərimiz elə edlə də üçüncü formada davam edir. Kökündən dəyişən feilləri isə, yəni irregularları isə cədvəl üzrə öyrənirik. Sonra sual-inkar cümlələrində nə edəcəyik? Sual-inkar cümlələrində təbii ki, have, has-in köməyi ilə düzəldəcəyik. Baxın, burada cümlədə veribdir bizə. Baxın, have keçib mübtədanın qarşısına. Have they written cümlənin özündə they have written. Baxın, have written formasında. Sualda isə nə edirik? Have-i keçirdirik mübtədanın qarşısına. Have they written lessons. İnkarda isə have not, has not-dan istifadə eləyərək yazacağıq. Burada bir şey qeyd etmək istəyirəm. Qısaldılmış formasını bilirik ki, biz yəli halı keçəndə keçmişdik. Has-in qısaldılmış formasını John has written yazdığım zaman qısaldılmış formada biz bunu Jones bu formada da veririk. Yəni bu has deməkdir. Has written. Testlərdə diqqətli olmaq lazımdır. Ola bilər ki, sadəcə sizə məsələn burada written-ı verdim. Ola bilər ki, read feilini verə bilər və yaxud da put feilini verə bilər. Baxın, put feilini verərsə, burada bəzən uşaqlar bu puta baxır, bu hissəyə baxmırlar və bunu keçmiş zaman olaraq götürə bilirlər. Amma diqqətli olun ki, qarşısında apostrof s varsa, özündən sonra verb 3 gəlirsə, bu has deməkdir. Buna da diqqətli olun. Bundan başqa zaman zərflərimizə gəlin baxaq. Zaman zərflərimiz, yəni bitmiş zamanın zaman zərfləri olduqca çoxdur digər zamanlara nisbətən. Gəlin baxaq. Since, berry, just, already, ever. Burada bu yazılan participle to nədir? Onları istəyirəm sizə göstərim. Yəni bunun işlənmə formu yerlərini verir. Participle to, yəni bunlar işlənir
fiilin verb üçün qarşısında işlənir. I have just written. İndicə yazmışam. Məsələn, she has already done. Baxın, verb üçlərin qarşısında işlənir. Yəni bu participle to'ları burada yazmaqda məqsəd odur ki, bunlar verb üçlərin qarşısında işlənir. So far hələ deməkdir. Recently, lately bunlar cümlənin sonunda. Today bunlar cümlənin sonunda işlənir. For ages, for a long time, uzun müddət, many times, dəfələrlə, several times, yet. Sual inkar cümlədə sonda işlənir. Diqqətli oluruq. Sonra baxın, burada bitməmiş zaman çərçivəsində bitmiş hərəkətləri ifadə etdiyimiz zaman this-dən istifadə eləyəcəyik. This day, this month, this year, this week. Bunlar da bitmiş zamanın zaman zərfidir və cümlənin əsasən sonunda işlənir. Gəlin nümunələrə baxaq. You have never gone to London. Bax, participle to gone deməkdir. Never onun qarşısında işlədilibdir. Taken already onun qarşısında işlənilibdir. Yet cümlənin sonundadır. İnkar cümlənin sonundadır. Mən onu hələ görməmişəm. Ümid eləyirəm ki, bunlar aydın oldu. Mütləq zamanları öyrənərkən zaman zərflərinin diqqətlə əzbərləmək lazımdır. Hansı zaman zərfi hansı zamana aiddir və həmən zamanın feilləri nə cür düzəlir, onlarda diqqətli olun. Sonra bura baxırıq. Baxın, burada bu ən vacib qeydiyyatlardan biridir. Demək olar ki, bitmiş zaman when, what time sual vermək olmaz. Yəni when ya da what time-dan sonra heç bir halda past, present perfect işlədilməz. Onun yerinə how long-u ya da ki since when-i işlədə bilərik. Məsələn, nümunədə veribdir. Burada we have worked işləmişik here for 15 years. Baxın, burada how long verəcəyik. Have we worked? Nə qədər müddətdir işləmisən? Burada heç bir halda what time, when kimi suallarla have worked verə bilmərik. Bu da oldu bitmiş present perfect haqqında məlumatımız. Keçmiş bitmiş zaman düzəlir had verb üçlə. Keçmiş bitmiş zaman, yəni keçmişin keçmişi deyəcəyik buna. Keçmişdən də əvvəl ən keçmiş deyək də bu formada baş vermiş hərəkətləri ifadə edir. Bu zaman düzəlir had verb 3-lə. Mışdı, məsələn, gəlmişdi, oxumuşdu, yatmışdı, yağmışdı, demişdi kimi tərcümə olunur. Sual burada baxın, she had eaten a meal, o yemək yemişdi. Hər hansı bir hadisə baş verməmişdən qabaq deyək ki, o yemək yemişdi. Sualda had-i keçirdirik qarşıya, inkarda da hadn't formasında istifadə eləyəcək. Zaman zərfləri demək olar ki, indiki bitmiş zaman zərflərindən eynidir. Just, already, yet, since. Bunları da biz past perfect-də istifadə edə bilərik. Burada the perfect tense past perfect olmalıydı. Past perfect tense form bitmiş zaman, keçmiş bitmiş zaman və bundan əlavə by sözünü keçmiş bitmiş zamanın zaman zərfi kimi götürülür. By yəni qədər deməkdir. Hər hansı bir hadisəyə qədər işlətdiyimiz zaman past perfect-dən istifadə eləyəcəyik. Baxın, burada belə bir nümunə verib, gəlin o nümunəyə baxaq. I had done my lessons by 5 o'clock yesterday. Baxın, by 5 o'clock yesterday. Dünən saat 5-ə qədər mən artıq işlərimi bitirmişdim, dərslərimi etmişdim. By sözünü bitmiş zamanı göstərir. Digər tərəfdə by the end of the September, sentyabrın sonuna qədər mən o işini qurtarmışdı kimi tərcümə eləyəcək. Mışdı kimi deyirik buna. Bundan əlavə before, burada digər tərəflərdə bəlkə də verilib bilmirəm. Bundan əlavə before, gəlin burada mən bunu qeyd eləyim. Before'nu
Before, before da keçmiş bitmiş zamanın zaman zərfidir. Məsələn, belə bir cümlə yazıram. I had read this book before. Before. Mən əvvəl bu kitabı oxumuşdum. Əvvəllər bu kitabı oxumuşdum. Yəni, çox öncələrdən before keçmiş, bitmiş zamanın zaman zərflərindən biridir. Mütləq şəkildə bunu da qeyd eləyin. Sonra burada nə var? Keçmiş, bitmiş zaman. Sonra burada gələcək bitmiş zaman. The future perfect tense. Yəni burada bizə lazım olan nədir? Sadəcə olaraq baxın, bu sxemləri əzbərləməkdir ki, belə bir sxem var. Olmuş olacaq kimi tərcümə olunur. Olmuş olacaq. Yəni baxın, I will have written the story by the end of the week. Mən həftənin sonuna qədər bitirmiş olacağam. Gələcəkdə hər hansı bir vaxta qədər edib bitirmiş hərəkətləri ifadə edir. Gələcək bitmiş zaman. Sonra burada digər bir zaman zərfimiz var. Keçmişə nəzərən gələcək bitmiş zaman. Burada da artıq bizə nə lazımdır? Sadəcə bu gəlibləri, belə deyək də, gəlibləri öyrənmək. Davam edici zamanlardan başlayaq, bitmişin davam edicilərindən başlayaq. Bunlarda diqqətli oluruq, çünki yeni 10-cu sinif kitablarında bunlar haqqında tapşırıqlar, məlumatlar var və böyük ehtimal ki, testlərdə də düşə bilər. Baxın, burada nə var? İndiki bitmiş davam edici zaman nə cür düzəlir? Have, has. İndiki bitmiş deyiriksə, mütləq şəkildə burada have, has olmalıdır və ortaya beni əlavə edib feili ing ilə düzəldirik. Bilirik ki, yəni davam edici zamanı öyrəndik ki, davam edici zaman nədir? Davam edici zaman, yəni ing-li feil düzəlir. Burada da ing-li feilin sonunu artırıq və bitmişliyi göstərmək üçün ortaya bini qoyuruq. Davam edici zamanın əsas göstəricilərindən biri fordur. Yəni 4 hours, saatlarla mən bu işin üstündə işləyirəm kimi tərcümə olunur. Keçmiş bitmiş zamanda eyni qayda ilə düzəlir. Baxın, had been ing-li feillə düzəlir. Gələcək bitmiş zamanda eyni qayda ilə bizə əsas lazım olan, yəni bu sxemləri öyrənməkdir. Davam edici zamanın zaman zərfləri 4-5 minutes, 5 dəqiqə müddətini əsasən for daha çox, bitmişin davam edicisində for daha çox belə deyək də göstəricidir. Since 5 o'clock, saat 5-dən bəri mən bu işin üzərində işləyirəm, hələ də işləməkdə davam edirəm. Nə deməkdir? Bax, davam edici zaman. Keçmişdə müəyyən bir vaxtda başlayır, hələ də davam etməkdə olan hərəkətləri göstərir. Bitmiş davam edici zaman. Since morning, since sonra hər hansı bir ildən bəri verdiyimiz zaman biz bitmiş davam edici zamanı istifadə eləyə bilərik. Burada isə davam edicilərin uzlaşmasından danışır. Gəlin burada bu şeyə mən belə deyim də diqqəti cəlb etmək istəyirəm. Burada baxın, bir qeyd verib. Çox hallarda since-dən əvvəl cümlədə boşluq varsa, bu bitmiş zamanın göstəricisidir. Yəni, belə deyək də, since özündən sonra keçmiş sadəni gətirir və mütləq şəkildə qarşısında keçmiş, daha doğrusu present perfect-i gətirəcək. Since yeganə bağlayıcıdır ki, keçmişlə indikini uzlaşdıra bilir. Və yaxud da əgər since belə deyək də variantlara baxdıq, bir tərəfdə keçmişi gördük, digər tərəfdə indiki bitmişi yoxdursa, keçmiş bitmişi də istifadə eləyə bilərik. Onsuz da artıq dərslərimizdə öyrəndik ki, keçmiş zaman keçmişlə uzlaşa bilir. Bu since də ora aiddir, when də bura daxildir. Sonra bundan əlavə
Nələr var? Buraları yəni oxuyun özünüzdə. Əslində yazıların hamısını mən belə izah etmişəm. Since ilə işlənən cümlələrdə zaman uzlaşması pozula bilər. Yəni indiki bitmiş zamanla keçmiş sadə zaman uzlaşır. Mən indi burada dediyim cümləni bax burada veribdir. Yəni uzlaşma pozula bilər nə deməkdir? Sin sözündən sonra keçmişi gətirir, qabaqda isə bitmişi, indiki bitmişi gətirir. Yəni əvvəlki dərslərimizdə dedik ki, keçmiş keçmişlə, indiki ilə uzlaşır. Sinsdə isə bu uzlaşma pozulur. Yəni bir tərəf keçmişi, digər tərəfi isə indiki bitmişi gətirə bilir. Cümlələri əslində oxusanız mən onların hamısını səsli şəkildə izah edirəm. Qızıl qaydalar verilib, bunları burada saxladıb mütləq şəkildə özünüz də bir oxuyun. Çünki yuxarıda dediklərimdir, dərsdə izah etdiklərimdir. Burada nələr var? Əsas belə deyək də, əsasən nəyə diqqət yetirəcəyik? Yadımızda saxlayaq ki, uzlaşma deyəndə bir zamanları bir-birinə uzlaşdırırıq. Təkrar edirəm, bir tərəfdə cümlə keçmiş zamandadırsa, digər tərəfdə həmin zamana uzlaşacaq. Bir tərəf sadə zamandadırsa, indiki sadədirsə, digər tərəf indiki sadə, gələcək və yaxud da indiki davam edici zamanla uzlaşa bilər. Cümlənin bir tərəfi nədirsə, digər tərəfdə ona uyğunlaşacaq. Nə vaxtı pozula bilər uzlaşma? O vaxt ki, hər zamanın özünün zaman zərfi olacaq. Yəni, 2 dənə sadə cümlə verir və hər cümlədə özünə aid bir zaman zərfi var və o zaman zərfinə uyğun olaraq həmin cümlənin feilini quracağıq. Yox, zaman zərfi vermirsə, bağlayıcı verirsə, həmin bağlayıcılara uyğun olaraq zamanı bir-birinə uzlaşdıracağıq. Ümid edirəm ki, bunlar da aydın oldu. Aydın olmayan hər hansı bir yer varsa mütləq şəkildə suallarınızı verə bilərsiniz. Dinlədiyiniz üçün təşəkkür edirəm.